Vav hərfinin oxunulması, oxunulmaması və əlif məddinə çevrilməsi haqqında müəyyən məsələlərə işarə etməyə çalışarıq. Çünki biz bunları bilməsək, bəzi kəlmələri səhv oxuya bilərik. Məsələ, diqqət yetirək, Bəqərə surəsi 277-ci ayədəndir bu kəlmə. Əs-salatu. Burada bəzən səhvən vav hərfi oxunulur, səhv oxunuş əs-salavatu. Amma burada vav hərfi əlif məddinə çevrilməlidir. Necə ki, burada aydın yazmağa çalışmışıq. Əs-salatu. Və bəzi kəlmələrdə isə oxşar yazılır, amma burada vav hərfi oxunulmalıdır. Məsələn, Rum surəsi 22-ci ayədə Əl-vənikum və yaxud İsra surəsi 6-cı ayədə bi-əmvəlin. Bəs biz necə fərqləndirə bilərik ki, burada əlif məddinə çevirməliyik, burada isə vav hərfini özünü və məddini oxumalıyıq. Diqqət yetirək, baxırıq ki, burada vav hərfinin heç bir hərəkəsi yoxdur. Sadəcə üzərində kiçik bir mədd, əlif məksura vardır. Buna görə burada vav hərfi əlif məddinə çevrilir. Amma burada vav hərfi özünün fəthə hərəkəsi və məddi var. Burada da həmçinin vav hərfi özünün fəthə hərəkəsi və məddi var. Buna görə oxunulmalıdır. Vav hərfinin oxunulmayan yeri həmzə dayağı olduğu yerdədir. Məsələ, əl-mu'minin. Burada da səhvən əl-muminin məd yaratmayaq və yaxud əl-muvminin deyə bir səhv oxunuş oxumayaq. İnşallah nümunələrimiz var, onlara da baxaq. Bu seçimlərimiz vav hərfinin birinci yuxarıda yazdığımız formasına uyğun olan seçimlərdir. Çünki ən çox səhv etmə bu cür vav hərfinin yazılışında olur. Əz-zəkatu, əz-zəkavatu səhvən oxumayaq. Bəqərə surəsi 277-ci ayə. Sonra ər-ribə, ər-ribə və səhvən oxumayaq. Bəqərə surəsi 275-ci ayə. Sonra əl-həyatu, əl-həyavatu səhvən oxumayaq. Bu da Bəqərə surəsi 212-ci ayədədir. Sonra burada çox səhv etmə ehtimalı ola bilər. Kəmişkətun, kəmişkətun, kəmişkəvətun səhvən oxumayaq ki, bu da Nur surəsi 35-ci ayədədir. Çalışaq biz dediyimiz kəlmələri Quran-ı Kərimdə tapaq və diqqətlə baxaq ki, səhv oxunuşlarımız olmasın.